gəl çıx da səni bir yağdan gözləyir ya. Hardaydın? Qardaşımız Hacı İlham məsələn 2 dənə yola asfalt salıb, sən 3 dənələr. Məsəl üçün 2 dənə kasıbə atıb, sən 5 dənə. Bu şeydə yarış, səxavətçilik içində yarış deyirəm. Kaşkilərlə yarış. Kaş filan kəs yanma. Allah Vasif Məmmədəliyevi rəhmət eləsin. Çoxları var onun timsalında, onun dostları var idi. Hacı Davud Fatmeli, Hacı Həsən Ağa əmi, Hacı Məmməd Əli əmi, Hacı Əzbala əmi. Çox hamısını mən tanıyırdım, bəzilərdən sağ. O kişi məclisə girəndə, da gəl də müəllim deyirdik ona. Mənlə də arası yaxşı, məndən neçə yaş böyüdü. 42-ci ildən idi Vasif müəllim, 19-cu ildə rəhmətə getdi. Bir şey soruşanda, otururduq hərdən məclisdə, gəlib ondan şəriət haqqında, din haqqında soruşanda dedi ki, bundan soruşun, bu məndən çox bilir. Deyirəm, yaxşı, mən utandırma Vasif müəllim, zarafat əliyində. Əlbəttə ki, o akademik idi, o savadlı adam idi, o gözəl insan idi, gözəl dost idi, sadə insan idi, sadə, çox sadə adam idi.